Gününüz xeyirli olsun değerli izləyicilər. Bir son dəqiqə xəbərini diqqətinizə çatdırıram. Burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla kanalımıza abunə olun. Sərxoş halda mikroavtobus idarə edən şəxsin qanunazid əməllərinin qarşısı alınıb. Statinfo xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda Mercedes Sprinter markalı avtomobilə saxla işarəsi verilsə də sürücü Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib. Məsuliyyətdən yayınmaq məqsədi ilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək həmin videonu izləyirsiniz dəyərli izləyicilər. Polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb. Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.